Salam dostlar. Günləriniz xoş keçsin. Deməli dostlar, Flaubert'in məktublarının birində müəyyən fikirlərini oxudum və bu fikirlər, yəni o fikirlər müəyyən məcazlarla bəzənmiş fikirlər mənim yadıma bir klassik filosofun bənzətməsini saldı. Belə assosiasiyalar şəklində və istədim ki, onu bölüşüm. Və bu söhbətin daha çox dostlar deyərdim ki, müəyyən qədər qapalı həyat keçirdən və qapalı həyat keçirməyə meyilli olan və hansısa yaradıcı instinkti olan insanlara xitabandır, zənn edirəm. Və yaxud ruhi zənginləşməni həyatının bir bölümü sayan, ruhi zənginləşməni həyatının bir bölümü sayan kəslərə bəlkə də daha doğma gələr bu söhbəti. Deməli, Flaubert bir dostu ilə danışır orada, dostunun məktubunu cavablayır və ona məsləhətlərdə bulunur, müəyyən dostana məsləhətlərdə. Və özü haqqında belə deyir. Deyəsən, o vaxtlar Madame Bovary romanını yazmaqla məşğul idi. Deyəsən, hə. Böyük ehtimal ki, o deyir ki, orada belə bir sözdür, deyir, biz kimi insanlar üçün, mən belə bir nəticəyə gəlmişəm ki, biz kimi insanlar üçün səadət ideyadadır. Və mən o ideya sözünü və sonra Horatsidən bir fikir deyir, Latınca mı deyir? Latınca deyirəm. Səhv eləmirəmsə. Özünlə barışıq şəkildə yaşamaq. Yəni, öz təbiətini tanımaq və əsas etibarilə buna uyğun yaşamaq və buna uyğun fəaliyyətlərdə bulunmaq. Öz təbiətinə uyğun fəaliyyətlərdə bulunmaq səadət hesab oluna bilər. Fəqət məsələn, Flaubert kimi bir tip üçün bu dünyanı ideya olaraq qavramaq idi və bu ideyanı qavranılan ideyanı təsəvvürə, bir intellektual təsəvvürə çevirmək idi. O da o anlarda o fəaliyyətdə bulunarkən deyir ki, mən səadət mənə görə bundadır, ideyadadır, özü kimi insanlar deyir də. Və özü ilə barışıq olmaqdadır, öz təbiətinlə barışıq olmaqdadır və buna uyğun yaşamaqdadır. Və bunun çatışmayan tərəfləri ola bilər, amma tikansız qızıl gül olmaz. Mən ara verirəm də, yəni. Tikansız qızıl gül olmaz və hər tərəfdən mükəmməl olan nəsə yoxdur. Bu kimin sözüdür? Horatsin, yoxsa? Bu da deyəsən Horatsin sözü deyəsən. Nəsə ki, kimin sözü olması çox da əhəmiyyətli deyil. Əsas odur ki, fikri deyirəm də. Onun da çatışmayan tərəfləri ola bilər, amma yaxşı tərəfləri də var. Sonra müəyyən məcazlar işlədir. Deyir ki, mən indi bilsən nəyə bənzəyirəm? Mən elə bil ki, bir fəhləyəm. O iş məkanındayam və
dalmışam işimə, belə qantar içində işləyirəm də. Və bayırda nə baş verdiyi mənim üçün maraqsızdır. Günəşdimi, leysandımı, yağışmı yağır, nə bilim. Mən biraz belə deyək dostlar, sadələşdirərək deyirəm də, yəni təsəvvür, mənə gələn təsəvvür edirəm. Məzmun bu cür. Bayırda yağış mı yağır, qar mı yağır, günəş mi çıxıb, indi mənim üçün əhəmiyyətsizdir də. O fəhlə girər işinə, bayır haqqında düşünməz, işini görər. Mən deyir, ona bənzəyirəm. Və sonra bir neçə məcazda işlərə deyir ki, həm də deyir ki, mən bir öz mağarasına qapanmış ayı kimiyəm. Öz mağarasına qapanmış ayı kimiyəm. Orada ayı necə belə sığınarsa ora, və mən də indi o halıma sığınmışam və kitabımı yazmaqdayam. Belə bu mənaya gəlirdi o. Flaubert'in məsələn bu həyat tərzi necə bir həyat tərzidir? Zənn edirəm bunun yaxşı tərəfləri də var, yəni müsbət tərəfləri də var, hansısa mənfi tərəfləri də var. Amma zənn edirəm onun təbiətinə uyğun bir həyat tərzi idi. Heç olmasa o həyatının o bölümündə. Çünki o özü də çıxış edir ki, yəni öz təbiətindən barışıq olaraq belə yaşayıram da. O dünyanı ideya olaraq qavramaqdayam və o ideyanı təsəvvürü vermək istəyirəm. Və sonra bu fikir mənim yadıma dostlar bir dənə bənzətməni salır, bir filosofun bənzətməsini. O ruhi zənginləşmə ilə bağlı bunu deyərdi. Ruhi zənginləşmə nədir? Ruhi zənginləşmə həm də nədir? Ruhi zənginləşmə deyir, siz nəyə bənzəyir? Ruhi zənginlik. Elə bil ki, bayırda çovğundur, qardır, belə küləklər əsir, rüzgarlar vıyıltılı, soyuq rüzgarlar, kəsici rüzgarlar əsir. Belə çovğunlu havadır da, belə qış havasıdır da. Bir dənə də ev var, evdə milad atmosferi var, yəni istidir ev, dadlı yeməklər var, orada bir doğmalıq var, belə istilik var, belə. Sən də o evdəsən, sən də o ev kimisən. Ruhi zənginliyin belə bir bənzətməsini vermişdi. Və əlbəttə ki, buradan belədirmi, yəni bu cürdürmü doğrudan? Elə bilirəm ki, bu Flaubert'in o halı ilə arasında bənzətmə var, bunun arasında bənzətmə var. Və doğrudanmı bu hal realdır? Düşünürəm ki, varlığında ruhi zənginlik daşıyanlar bunu öz təcrübələrinə uyğun olaraq müəyyənləşdirə bilərlər. Deyə bilərlər necədir. Və bundan da o nəticəyə gəldi ki, dostlar, ruhu zənginləşdirmək əhəmiyyətlidir. Bəlkə də doğrudan da ruhun zənginləşməsi insana belə bir effekt yaşada bilər. İnsanı belə bir effektiv halətlə təchiz eləyə bilər. Yəni ki, sən ya zaman-zaman mağarana qapanmış, belə sığınmış bir ayıya dönsən, zaman-zaman o işçi kimi olsan. Və filosofun dediyi kimi, milad ərəfəsindəki isti evə bənzəyirsən. Bayırda qar, çoxvun, soyuq, ev istidir, dadlı yeməklər var, sığınmısan və rahat, belə doğma bir mühitdəsən, belə deyərdim. Ola bilər ki, mənəvi zənginlik və ruhi zənginlik bizə bunu qazandıra bilər hansısa dərəcələrdə. Amma Flaubert örnəyində bunun mənfi tərəfləri də var, müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Amma bunlar arasında bu fikir o fikri müəyyən qədər çağrışdırsa da, yəni o belə assosiasiyalar şəklində ondan səsləşsə də, bu təsvir və o təsvir, bu məcaz və o məcaz, bu qənaət və o qənaət
Amma zənn edirəm Flaubert'in bənzətməsində müəyyən əzəbəziyyət var. Əzəbəziyyət var. Amma filosofun bənzətməsi daha qəşəngdir, daha xoşdur, düzdür? Hər halda bir mağaraya sığınmaqla Milad ərəfəsindəki evə sığınmaq arasında fərqlər var. Hər nə qədər müəyyən bənzərliklər də olsa da, yəni sığınacaq olaraq olsa da. Amma yenə də ayı da o mağarasında bayırdakı havadan qoruna bilir. Yenə də bu baxa bənzətmələr var. Milad ərəfəsindəki o evdə də oturmaq, bayırdakı o soyuqdan qoruna bilirsən də. Amma ora daha belə düşünürəm ki, Flaubert'in bənzətmələrində biraz uyğarlıqdan uzaq, sivilizasiyadan uzaq halətlərin soyuqluğu var, məkanların soyuqluğu var, biraz yadlığı var, yabancılığı var. Amma filosofun bənzətməsi o soyuq bir qış günündə Milad ərəfəsindəki o evdə olmaq isə daha çox uyğar, daha sevimli, daha xoş, isti bir yuvanı sənə təsəvvürə gətirir və səni daha çox qəlbini isidir. Yabancılaşdırmır, yadlaşdırmır, səni belə soyuqluqla üz-üzə qoymur, daha ziyada doğmalaşdırır, sevimliləşdirir, istiləşdirir. Ona görə mənim daha çox ürəyimcə filosofun bənzətməsidir. Və bundan da dostlar nə nəticə görə bilərik bütün bu deyilənlərdən? Əlbəttə, ruhi zənginliyin əhəmiyyətinə və ruhumuzu zənginləşdirən mənbələrlə hər hansı bir şəkildə güclərimiz müqabilində əlaqədə olmaq, onlardan bəhrələnmək bizə xoş təsirlər göstərə bilər və bizə müsbət xeyirlər gətirə bilər deyə düşünürəm. Amma yenə də belə bir nəticəyə varmaq olar, amma bundan sonraki mərhələ artıq öz təcrübəmizə bağlıdır. Ola bilər ki, bəlkə də kimdəsə bu cür bir təcrübə alınmasın, yaşanmasın, kimlərdəsə alınsın və yaşansın, ola bilər dostlar. Nəsə ki, belə bir mövzu zehnimə gəldi, belə bənzətmələr, belə bir halətlər təsəvvürümə gəldi və onları sizinlə bölüşmək istədim dostlar. Bəlkə də kiməsə müəyyən faydası toxuna bilər. Hələlik əzizdən müğayət olun dostlar. Günləriniz xoş geçsin. Sağ olun.